Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Bugünkü temamız endometriozun əlamətləridir. Əvvəl görək endometrioz nədir? Bilirik ki, uşaqlıq boşluğu endometriya qişası ilə örtülüdür. Bu endometriya qişasının bundan başqa yerlərə, məsəl üçün uşaqlıq borularına, yumurtalığın üzərinə, qarın boşluğuna implantasiya olunmasına endometrioz deyilir. Endometriya ayda bir dəfə qan ifraz edir. Buna aybaşı deyirlər. Məsələ bundadır ki, endometriozlu xəstələrdə endometriya qişası hara implantasiya olubsa, həmin günlərdə orada da qanama olur. Ona görə də qadınlarda aybaşı vaxtı kəskin ağrılar ola bilər. Bunun səbəbi nədir? Səbəbi müxtəlifdir. Bəzi alimlər deyirlər ki, o retrograd olaraq aybaşı vaxtı aşağı töküləsə qan, uşaqlıq boruları ilə qarın boşluğuna gedir, yumurtalığın üzərinə düşür və buna görə endometrioz əmələ gəlir. Bəzi alimlərin fikrincə onun mənşəyi bilinmir və ana bətnindəcə o formalaşır ki, endometriya uşaqlıq boşluğunun içindən başqa yerdə də əmələ gəlir. Bəzi alimlər isə deyirlər ki, bu cərrahi əməliyyatların fəsadıdır. Məsələn, keysəriyyə əməliyyatından sonra, uşaqlığın üzərində olan hər hansı bir əməliyyatdan sonra və yaxud uşaqlıq boyunu yandırdıqdan sonra əmələ gələ bilər. Endometrioz iki cür olur. Genital endometrioz və ekstragenital endometrioz. Genital endometrioz cinsi üzvlərdə olan endometriozdur. Məsələn, uşaqlığın əzələ qatında, borularda, yumurtalığın üzərində, uşaqlıq boynunda, uşaqlıq yolunda. Bir də ekstragenital endometrioz, o qarın boşluğunun istənilən yerində ola bilər. Cər üzərində ola bilər, bağırsaqlarda ola bilər, hətta böyrəklərdə ola bilər, sidik hissəsində ola bilər və hətta göz üzərində də ola bilər. Bəzi adamlar isə yaxınlaşıb deyirlər ki, doktor, ayda bir dəfə aybaşı olan vaxtı mənim dərimin üzərində bir qızartı ləkə olur, o qanlayır. O da dəri üzərində olan endometriozdur. Bunların əlaməti nədir, əziz xanımlar? Aybaşı vaxtı və aybaşı olmayan vaxtı qarın altında olan ağrılar. İkincisi, qanamanın uzun müddəti və çox olması. Üçüncüsü, heterotrop endometrial toxuma. Yəni öz yerindən başqa yerə düşən toxuma hara yerləşibsə, həmin yerdə aybaşı vaxtı qanama olur. Məsələn, aybaşı vaxtı qadın gəlib deyir ki, doktor, mənim göz yaşım qan rəngində olur. Deməli, o göz yaşı vəzisindədir. Endometrioid toxuma və yaxud sidik qanlı olur və yaxud da ki, dərin üzərində hər hansı bir qanama olur. Yerləşmə lokalizasiyasından asılı olaraq endometrioz bu əlamətləri göstərir. Fəsadların nədir? Çapıq toxumanın əmələ gəlməsi. O, daxili orqanların yer dəyişməsinə səbəb olur. Çapıq toxuma orqanların yerin dəyişməyinə səbəb olur deyə həm möhkəm ağrı verir, həm də ki, sonsuzluğa gətirə bilir. Borular qatlana bilir, borular bitişə bilir. Lokalizasiyasından asılı olaraq uşaqlıq boynunda ağrı olur və əlaqə vaxtı kəskin ağrılar ola bilər. Əziz qadınlar, əgər sizdə uzun müddətdir ağrılar varsa, əgər hər hansı bir nahiyədən ara-sıra aybaşı vaxtı qan gəlirsə, əgər sonsuzluq sizi narahat edirsə, mütləq ginekoloqa müraciət edin, endometrioz diaqnozu varsa qoyulsun və müalicəsi olsun. Endometriozun müalicəsi həm dərman preparatları ilə olur, həm də ki, cərrahi yolla yerləşməsindən asılı olaraq. Yetər ki, siz həkimlərə gedəsiniz, onlara inanasınız və bütün müayinələrdən keçəsiniz. Diqqətinizə görə çox sağ olun.